Yazar güzgüyə, adını qoyar üzgüyə. Oğruqla qəhbəlik 40 gün qalar. İndi oturub fikirləşirəm görən Türkiyədə yaşayan bu həmyerlimiz Azərbaycanlı xanım indi nə qayırır? Deyilənə görə hələ də Ərdoğanı və İlham Əliyevi axtarıb öpmək istəyir. Baxın. Erdoğan'a o kadar kara yakırlar ki, o kadar Erdoğan'ın günahını alırlar. Erdoğan Müslümanların anası babasıdır. Bütün her yeri Türkiye'yi güzelleştiren, Türkiye'yi yaşadan. Erdoğan'a kara yakmasınlar. Erdoğan'ın daşı çok ağır olacak. Ayakkabısından gelip böyle tozu dəsməllə silip terlerini silecekler, özür dileyecekler. Erdoğan bu Türkiye lider geldi, lider. Dünya lideri bir tane. Allah Azerbaycan'dan İlham Əliyevi, Türkiyədən Erdoğan'ı bu caminin qabağında deyirəm, ya Rəbbim bizdən əksik eləmə. Ona güc ver, qüvvət ver. Onu mərdimazardan, şeytandan, cavırdan, dinsizdən, vətən sevməyən, bayraq sevməyən, millətini sevməyənlərdən uzaq elə Erdoğan'dan İlham Əliyevi. Ya Rəbbim, Erdoğan'a güc qüvvət ver, bu vətəni sevsin. Bu milləti ac qoymur, susuz qoymur, ekmeğini verir. Fakirlərin babası, çocukların babası, devlətin babası. Erdoğan giderse yemin ederim bir tane insan sokakta gezemez. Erdoğan diktatör olsa belə çocuklar Azerbaycan'ı demirəm Türkiye'de Erdoğan'ın gece gündüz yuxusunda da belə görmez demez. Babam. Şəxsən mən Erdoğancıyam. Azerbaycan'ın bütün 2 yaşında çocuğundan tutmuş ağzı yere gelen nene babalarımız Erdoğan'ı sevir. Açsınlar bilmeyenler internete baksınlar. Ama ben Türkiye'nin içinde yaşayan temiz Bakı merkez Azerbaycanlı Türk. Erdoğan öpürəm Azerbaycanlı iş öpür seni. Bütün Azer öpür. Bütün devlet öpür seni. Erdoğan bu caminin qabağında dualarım senden de Erdoğan güc qüvvət hamının sənə gelsin gücü qüvvəti. Benim Erdoğanım sen HDP'ye cebheye torboy dolduran yalancı cebheye Türkçü cebheye inanma. Saqqallara inanma.